Hər vaxtınız xeyirli olsun əziz və sevimli tamaşaçılarımız. Həkimlər Deyir verilişi yenidən efirdədir. Xoş gördük, hörmətli tamaşaçılar. Bugün də çox maraqlı bir mövzuya toxunmuşuq. Belə ki, qonağımız uroloq-androloq, cərrah, Türkiyədə ixtisaslaşmış uzman, tibb üzrə fəlsəfə doktoru Bəxtiyar Hüseynovdur. Doktor, xoş gəlmisiniz. Xoş gəldiniz, doktor. Mən də hər kəsə salamlayıram buradan. Hər kəsə sağlam olsun deyirəm. Verilişimizə ümid edirəm ki, çox yaxşı bir məsləhətlərimizlə başlayıb sonuna yetirəcəyik. İnşallah. Böyrək daşlarının yaranma səbəbləri nələrdir və profilaktikası necə aparılır? Bu çox gözəl bir sualdır əslində. Böyrək daşlarının yaranma səbəbi, ilk səbəbi deyim, %90% genetikdir. Yəni atasında, ailəsində, babasında, nənəsində daş xəstəliyi varsa, bilin ki, onların uşaqlarında, uşaqlarında mütləq daş xəstəliyi rastlanacaq. Ona görə atasında və ya valideynlərində daş xəstəliyi olan mütləq öz uşaqlarını ildə bir dəfə də olsa kontroldan keçirmələri lazım. Yəni həkimə götürməlidirlər, bir UZI, bir CD analizindən keçirdib, ümumiyyətlə daş varmı, yoxmu kontrol etməlidirlər. Yəni bilsinlər ki, valideynlərdə daş xəstəliyi varsa, ya atada, ya anada, özəlliklə analarda var isə, mütləq uşaqları nə etməlidir? Kontroldan keçməlidir. İldə bir dəfə. Yəni ta uşaq doğulduğu gündən demək olar ki, o uşaq da öz uşaqlarını keçirtməsi lazım. Ona görə deyirlər ki, bu daş xəstəlik genetik xəstəlik. Genetik xəstəlik. Ondan sonra keçirik yataq xəstələrinə. Yəni hərəkətsiz insanlara, uzun sürə yataqda olan insanlar daş xəstəliyi əmələ gəlir. Qüsurlu inkişafı olan uşaqlarda və ya yaşlı adamlarda fərq eləməz, bu daş xəstəliyi əmələ gəlir. Və ən önəmlisi nədir? Az su içənlərdir. Yəni bir də su məsələsi Bizim üçün bu təhlükəlidir. Bir də su məsələsi haqqında, yəni məlumat vermək istəyirəm. Bəziləri biz yetərincə su içməliyik, 3 litr, biridir, 4 litr, biridir, 5 litr, belə bir şey, bir anlayış yoxdur. Ümumiyyətlə biz susadığımız zaman su içməmiz lazım. Yəni davamlı yanımıza suyu qoyub davamlı içməmiz doğru bir şey deyil. Və bir də ən önəmli nüans su məsələsində biz alışmışıq suyu qaynadaq içsək. Bəli. Mütləq qaynadılmış su içilməz. Orada olan mikroelementlər hamısı dağılır, tamamilə məhv olur. O su da daş xəstəliyi əmələ gətirir. Suyun tərkibində mikroelementlər vardır. Bizim bədənə əslində nə lazımdır? Mikroelement lazımdır. Su deyil. Suyun tərkibində olan mikroelementlər lazımdır. Və biz o mikroelementləri istifadə eləməmiz lazım. Amma biz qaynatdığımız zaman nə olur? Tamamilə o suda mikroelementlər məhv olur. Bir də sözünüzü kəsdirəm, çox önəmli nüans var. Biz suyu qaynadırıq. Çay içdik, yarımçıq su qalır, bir də basıb bir də suyu qaynadırıq. Ən pis halda bizə o su daha pis təsir göstərir. Və biz dəfələrlə bunu görürük. Bunu dəfələrlə görürük. Hər səfərində su qaynadıldı, çay içildi, təkrar su atılacaq, təzədən qaynadılacaq. Biz çox çay içəmirik. Çox çay istəmirik. Son zamanlar düzdür, kofeyə keçmişik, amma çay daha ön sıralardadır. İnsanlar bilməsi lazım. Əgər biz bir stakan çay içiriksə, mütləq yanında bir stakan su içməmiz lazım. Çay nədir? Sidik qovucudur. Nədir? Çayların çoxu da ximikatdır. Yəni bu halda, yəni kofe içdiyimizdə isə 2 stakan su içməmiz lazım. Kofedən sonra? Kofedən sonra və ya o kofedən öncə. Çünki onlar sidik qovucudurlar. Və bizdə nə edirlər? Bədəndə olan və böyrəkdə olan daha da artıq suları, bədəndə olan artıq suları, lor dildə deyəcəm, daha da tez. Niyə? Onları istəyimizdə biz tez-tez sidiyə gedirik və bununla ona bağlıdır ki, biz sidik qovucu təsirini göstərir. Əslində yaxşı bu zaman? Yox, yaxşı deyil. Quraqlıq əmələ gətirir və böyrəkdə olan çöküntüləri başlayır. Böyrəyin, baxın, böyrək forması elədir ki, yumaqcıqlardan ibarətdir. Onun içərisində başlayır çöküntülər olmağa. Biz su içdiyimizdə həmin çöküntüləri nə edirik? Təkrar atırıq. Bir də çalışaq, çayı biz çox tünd rəngdədir. Biz bilirsiniz də, bizdə bir kəlmə vardır, nə deyirlər? Xoruz quyruğu. Çox tünd rəngdə içirik, amma tünd rəngdə çay bizə əslində çox da xeyir deyil. Yəni çalışmaq lazımdır, onun biraz tündlüyünü alaq deyə. Amma bizə lazım olan maye sudur.
çay yerinə daha çox su istifadə etməniz lazımdır. Doktor, böyrək daşlarından danışmışkən, daş qırma əməliyyatı hər xəstəyə tətbiq oluna bilərmi? İlk öncə biz daşlar haqqında məlumat verim sizə. Bizdə daşların çox çeşidi vardır. Amma Azərbaycan bölgəsi daha çox biz ətcil olduğumuz üçün bizdə kalsium oksalat və kalsium fosfat daşlardır. Yəni bunlar çox möhkəm bir daşlardır. Demək olar ki, Azərbaycanda əmələ gələn, yəni daşların %90-ı birbaşa əməliyyatlıqdır. Qalan 10%, 20% hallarda bəzi daşlar vardır ki, onlar çox yumuşaq olur. Ona görə biz ət daha çox tükətdiyimiz üçün bizim bir də yerimiz olaraq, mühit olaraq biz kalsium oksalat və kalsium fosfat daşları daha çox rast gəlinir. Amma urik asid daşı vardır, daha çox daşlar vardır, maqnum daşları vardır. Onlar daha rahat, bəzi daşlar vardır ki, onları müalicə üsulu ilə də biz təmizləyə bilirik. Amma hansı vaxtı xəstə gəlir bizə deyir ki, daşım var, amma dərman yaz mənə. Tutaq ki, 2 santim daşı var. Ki düşsün. Düşsün. 2 santim daşı düşürəcək, daşı parçalayacaq, onu yox eləyəcək belə bir dərman növü dünyada yoxdur. Amma biz dərmanla nəyi müalicə edirik? 3-4 milim duzları, kristalları, bunları nə edirik? Qabağını ala bilirik dərman vasitələri ilə. Biz əməliyyata gəldiyimizdə daş əməliyyatları, litotripsiya əməliyyatları deyirik. Bu sidik axar daşları var. Yəni daşın gəlib sidik axarına, böyrəkdən çıxıb sidik axarına. Deyirlər çox ağır olur. Bəli, hamı deyir ki, daha dəhşətli ağrı olur. Mənə hər zaman xəstələr müraciət eləyəndə mənim deyir daşım var, daşa bağlı. Daşa bağlı ağrı olmaz. Daşa bağlı ağrı bədəndə olmur. Daş sadəcə yolu bağladığı üçün kanala düşdü. Yol tamamilə bağlandı. Deməli nə olur? Bizim böyrəklərimiz dəmavlı filtrasiya eləyib sidik əmələ gətirir. O da nə olmalıdır? Bədəndən xaric olmalıdır. Xaric olması üçün böyrəkdən çıxıb sidik axarından çıxıb sidik hissəsinə keçməsi lazım, amma keçə bilmir. Keçə bilmədiyinə görə nə olur? Böyrək balon kimi başlayır şişməyə. Şişdiyi anda böyrək harda yerləşir? Bədənimizin onurğanın hər iki sağ-sol yanında. Nə olur onurğanın sağ-sol yanlarında? Sinirlər daha çox olduğu üçün nə deyirlər? Doğum sancısından bir dəfə, güllə yarasından 2 dəfə daha çox ağrıya malikdir. Yəni dünyada, yəni böyrək ağrısı sancısına eşdəyər ikinci ağrı yoxdur. Düşünün, güllə yarasından 2 dəfə, doğum sancısından 1 dəfə daha çoxdur. Dəhşətdir. Bəzən ağrı kəsici vurulur, 5 dəqiqə sonra təkrar başlayır. Əgər böyrəkdə hidronefroz baş veribsə, nə olar? Həmən keçər pielonefrit olar xəstə. Nə olur? Köynə sidir, qalır böyrəyin içərisində, aşağı keçə bilmir və loridildə deyim qana zəhərlənmə kimi verib bütün orqanları həmin zəhəri daşır və buna biz el dilində sepsis deyirik. Və bu da çox ağır vəziyyətə gətirib çıxardır. Əslində daş xəstəliyi çox ağır bir xəstəlikdir. Zamanında müdaxilə eləmək lazımdır və əməliyyatlara gəldiyimizdə litotripsiya 2 yollandır. Yəni altdan, yəni sidik kanalından daxil olaraq heç bir yeri deşmədən, kəsmədən olunan bir əməliyyatdan gedir söhbət və bir də perkutan əməliyyatı deyirik biz buna. Yəni böyür hissədən bir dəlikdən girilərək daşların əridilib tamamilə çıxarılması. Təhlükəlidirmi doktor? Üzr istəyirəm. Əməliyyatı deyirsiniz. Əməliyyat yaxşı olunan əllərdə heç bir zaman təhlükəli deyil. Bir əməliyyat düzgün şəkildə olunursa, deməli heç bir zaman onda təhlükə olmaz. Doktor, bax müddət nə qədərdir? Kristallardan belə bir şey deyim sizə. Mən xəstələrə hər zaman bunu deyirəm. Əgər sizdə daş xəstəliyi genetik olaraq yoxdursa, hər hansı daş xəstəliyi əmələ gəlmirsə ki, bir dəfə əmələ gəldi, bu deməkdir ki, siz davamlı bundan qarşılaşacaqsınız. Əmələ gəlmirsə, o qədər özünüzü çox da zorlamanıza ehtiyac yoxdur. Amma daş xəstəliyiniz varsa, bu əmələ gəlirsə, ömrünüzün sonuna qədər su içəcəksiniz. O şəkildə. Əməliyyatdan sonra bu davamlı yanlarında, çantalarında o su olacaq. Bəs əməliyyat elədiniz, daşı bədəndən çıxartdınız. Neçə müddətdən sonra yenidən o qayıtmaq ehtimalı var? Belə bir şey deyim. Yəni bu fərqlidir, hər bir orqanizm üçün fərqlidir. Adam var əməliyyat elədik, 1 ildən, 2 ildən daş əmələ gəlmir. Adam var əməliyyat eləyirik, 1 aydan bir daş əmələ gəlir. Bu daşın növünə bağlı olan bir şeydir. Çünki biz daşları əməliyyatla çıxartdığımız zaman onları mütləq, xəstələr buradan deyim, daşlar verildi onlara, mütləq onu analizə, əkilbəyə göndərsinlər, tərkibini bilək. Bəzi daşlara biz diyeta təyin eləyirik və o əmələ gəlməyə bilir yəni. Qarşısını ən azından %100 almasaq da %50-60 kömək eləyə bilirik xəstələrə.
bilər. Amma yox, xəstə əməliyyat olur, gedir 2 ildən sonra yenə gəlir ki, məndə daş var. Əlbəttə, bir dəfə kontrola belə gəlmir. Bütün daş xəstələri əməliyyat olsa belə, olmasa belə fərq eləmir. 2 ay, 3 aydan bir mütləq görünmələr lazımdır. 3 aydan bir. Doktor, bəs bu sidik yolları xəstəlikləri son zamanlar artmaqdadır. Bunun artma səbəbi? Bu qadınlarda və kişilərdə fərqlidir. Kişilərdə nə ilə bağlıdır? Bütün kişilərdə 40 yaşından sonrası hamısında prostat böyüməsi ilə bağlı olan bir şeydir. Yəni prostat böyüməsi ilə bağlı olaraqdan sidik qaçırmaları başlayar, sidiyə tez-tez getmələr, sidik sonrası damlamalar, gecələr özəlliklə sidiyə çıxma halları bunlar. Qadınlarda isə fərqli bir durumdur. Qadınlarda daha çox normal doğum eləmiş qadınlarda və yaş etibarilə bağların zəifləməsi ilə ya sidik hissəsi sallanmasına bağlı olaraq, ya qadınlıq orqanı sallanmasına bağlı olaraq sidik qaçırmaları başlayır. Və hər ikisində isə çox hallarda şəkər xəstəliyi olanlarda daha çox sidiyə nə edirlər, tez-tez gedərlər, gecələr gedərlər. Hamısının müalicə və əməliyyat üsulları vardır. Qadınlarda sidik qaçırma üsulları tam fərqlidir. Stres inkontinansı deyirik. Yəni sidik hissi gəlir, amma tualetə gedənə qədər sidik qaçırma hissi baş verir. Buna stres tipli inkontinans deyirik. Bəzi hallarda bu stres tipli inkontinanslar nə edir? Heç bir müalicəyə cavab vermir. Biz onlara TOT əməliyyatı deyirik. Askı əməliyyatı, qapalı yolla olunan bir əməliyyat var. O əməliyyatı yerinə getiririk. Amma çox hallarda, məsələn, qadınlıq orqanlarında olan problemə görə, sallanmasına görə və ya sidik hissəsi prolapsusuna görə olan bir qaçırmalar olur. Onlar da əlbəttə ki, əməliyyatla düzəlir. Demək olar ki, qaçırma qadınlarda özəlliklə çoxu %70-80% əməliyyatla düzəlir. Amma kişilərdə isə prostatı biz müalicə eləyə bilirik, müalicəni eləyirik, amma daha çox nəzarətdə olmayan, başlayıb davamlı bununla yaşayan, bir neçə ilini bununla keçirən insanlar artıq bəzən müalicəyə cavab vermirlər. Ona görə biz bu şikayətlər baş verdiyi anda həm qadınlar, həm kişilər mütləq həkimə müraciət etsinlər. Əgər biz zamanında bunlara müdaxilə edə biliriksə, tamamilə aradan götürə bilirik bəzi xəstəlikləri. Doktor, maraqlıdır. Sidik tutulması hansı hallarda təcili müdaxilə sidik tutulması həm qadınlarda baş verən bir durumdur, həm də kişilərdə. Kişilərdə sidik tutulması həm prostat xəstəliyinə bağlı ola bilər, həm də ki, sidik kanalı darlığına bağlı ola bilər. Qadınlarda isə sidik kanalı darlığı olur. Əsasən də 50 yaşdan yuxarı olan xanımlarda. Nəyə bağlı olduğu tam olaraq qadınlarda ən çox biz bağlıyıq sistit xəstəliyinə. Bəli, mən bununla bağlı sual verəcəkdim. Bağlı olaraq sidik kanal darlıqları baş verir. Darlıq xəstəliyinin bir mənalı əməliyyat yolu ilə açılır. Yəni heç bir dərman növü ilə biz bunu aradan qaldıra bilmirik. Əməliyyatla həm kişilərdə, həm qadınlarda qapalı yollu olur əməliyyatlar. 15-20 dəqiqəlik bir əməliyyatdır. Tamamilə aradan götürülür. Dediyim kimi yaş etibarilə də sidik kanalı darlıqları ən çox yaşı 50-dən yuxarı olan xanımlarımızda olur. Kişilərdə isə prostata bağlıdır bu sidiyə getmə problemləri. Birisi gəlib bir xəstə deyir ki, mənim də prostatım var, deyirsiniz böyüyür. O qonşuda birisi var, dayı 90 yaşı var, amma onun heç bir problemi yoxdur deyir. Sidiyə çox rahat da gedir o deyir. Prostat böyüməsi bilmələri lazım. Kişilər özəlliklə 3 cür böyüyür. Bir, orqan xaricə doğru böyüyür. Hamısında böyüyür. 40 yaşından sonra hamısında böyüyür. Bunu bilmələri lazım birbaşa. Amma birində xaricə doğru böyüyər, heç bir narahatçılıq yaratmaz. Həmin o 90 yaşındakı dayımız da xaricə doğru böyüyüb. Birində içəriyə doğru böyüyər, nə edir? Kanalı daraldar. Bəli. Sidik edəməz. Biz bu halda müalicə veririk. Bəzilərində isə sidik hissəsinə doğru böyümə olar, birbaşa əməliyyat göstərişidir. Qapalı yolla əməliyyat edirik. Buna TUR əməliyyatı deyirik. Tamamilə aradan götürürük. Sistit xəstəliyi qadınlarda balaca uşaq yaşından tutmuş, Elə mən bunu deyəcəkdim. yaşlı hala qədər baş verir. Sistit xəstəliyinin bununla bir əlaqəsi yoxdur. Yəni yaşa görə deyil, amma son zamanlar gənc qızlar arasında bax yayılıb sanki. Hər kəs bundan şikayət eləyir və daha çox Türkiyə çarə müalicələr eləyirlər. Məsələn, isti su vannası. Bu xəstəliklə bağlı istəyərdim ki, geniş məlumat verəsiniz. Sistit xəstəlik sidik hissəsinin iltihabı deməkdir. Amma sistit xəstəlik sadəcə iltihab nəticəsində baş vermir. Çox səbəbləri vardır. Məsələn, radioterapi almış xəstələrdə də radioterapi sistiti deyə bilirik. Bəli. Sistit xəstəliyi mən qadınlar arasında hər zaman bir adını vermişəm, dedikodu xəstəliyi. Yəni bir qadında deməli sistit var, o birisinə deyir, ay məndə də vardır deyir, bir dərman var deyir, onu iç düzələcək.
Amma kəskin dövründə o dərmanı verirlər, müəyyən qədər o dərman nə edir? Basqılayır. Amma içəridə infeksiyon durumu davam elədiyinə görə 1, 2, 3, 10, 15 bir də baxırsınız nə oldu? Xəstəlik xronik oldur. Xronikdirsə ömrünün sonuna qədər qadın bundan yaşayacaq. Yəni bunu aradan götürmək %100 deyil. Son zamanlar xronik əməliyyatlara mən kateterizasiya deyirik, yəni yandırmaq növü ilə sidik kisəsinə girilir, qapalı yolla bütün o sistit ocaqları yandırılıb aradan götürülür. %70-80 olaraqdan köməklik eləyə bilir. Tez-tez sidiyə çıxma hansı xəstəliklərin göstəricisidir? Tez-tez sidiyə çıxma əsasən şəkər xəstəliyinin. Yəni insanlar əgər gecələr ilk öncə sidiyə tez-tez çıxırlarsa, mütləq birinci şəkərini yoxlatdırması lazım. 2, daha köçdürsə insanlar, bunlar HOMAR testi deyilir, yəni insulin direncini yoxlamalar lazım. Mütləq endokrinoloqa müraciət eləmələri lazım. Kişilər əgər yaşı 40-ı keçibsə, mütləq prostatla bağlı uroloqa müraciət eləmələri lazım. Qadınlarda dediyim kimi, ya sistit xəstəliyi varsa və ya sidik kisəsi prolaps sallanması varsa və ya qadınlıq orqanı sallanması varsa buna görə müraciət eləmələri lazım. Amma ilk növbədə biz gecələr dururuqsa, deməli şəkər xəstəliyindən bunun siqnalı vardır. Doktor, bəs sidikdə qanın müşahidə olunması? Sidikdə qanın müşahidə olunması çox səbəbləri vardır. Birinci biz araşdırmamız lazım. Bu qan böyrək mənşəlidirmi? Sidik axarında hər hansı bir maneə varmı, ona mənşəlidirmi və ya sidik hissəsi və ya sidik kanalımızla bağlıdırmı? Bunlar hamısı ayrı-ayrı yoxlanılıb, nə etmək lazımdır, bilmək lazımdır. Ən çox qanı nədən müşahidə edirik? Ya böyrək daşlarında, ya sidik axarı daşlarında, ya böyrək xərçəngində, ya sidik axarı xərçəngində, sidik hissəsi daşlarında, sidik hissəsi xərçəngində müşahidə edilir. Amma insanlar bilməlidirlər. Bu artıq guideline-da keçərlidir. Bir dəfə belə qanama görsələr, mütləq sistoskopiya olunmalıdır. Uzi demirəm. İçəriyə girib sidik hissəsinə baxmaq lazımdır. Baxılmalıdır. Baxış mütləq olmalıdır. Bir qanama olsa belə. Ümumiyyətlə bir şey bilmələri lazım. Keçən səfər də bunu bir xəstəmə mən zorla bunu tərk etdim. Siqaret. Sidik hissəsi dünyada tək başına, tək xərçəngdir ki, %100 artıq aydınlaşdırılıb birbaşa nikotinlə bağlıdır. Ona görə sidik kəs bunu bilmələri lazım və xəstəyə zorla bunu atacaqsan dediyim halda belə adamda ən yüksək dərəcədə sidik hissəsi xərçəngi var, amma yox mən deyir onu ata bilmərəm deyir. Yəni birbaşa atsalar belə bilmələri lazım ki, %50 özlərini sağaldırlar ondan. Doktor, bəs statistikaya görə dediyinizə bax daha gənc şəxslər müraciət edirlər. Bunlar kişilərdir yoxsa qadınlardır? Mən elədiyim gənc yaşlı olanların içərisində 2 xanım olub, qalanları kişilər olublar. Çünki kişilər siqareti daha çox çəkdiklərinə görə və gənc nəsildə özəlliklə bu elektron siqaretlər vardır. Onlar daha pis təsir göstərir, bilmələri lazım. Hamısı deyir ki, bu elektrondur da, deyir, bir şey yoxdur. Bilmələri lazım ki, ən zərəri onlardır. Yağ tərkibli nikotinlər var, onların tərkibli ən zərəri onlardır. Aydın. Prostatit niyə uzun müddətli müalicə tələb edir? Prostatiti 2 yerə ayırmamız lazım. Bir kəskin prostatit, bir də xronik prostatit. Siz hər halda xronik prostatit nəzərdə tutursunuz. Əgər biz kəskin dövründə kişilər, gənc oğlanlar, əgər bir hiss elədilər ki, sidikdə gedəndə yanma, ağrılar, aralıq nahiyəsində olan ağrılar, qasıq nahiyəsində olan ağrılar, sidiyə tez-tez getmələr, çətinliklə getmələr, bu şikayətləri varsa birbaşa həkimə müraciət etmələri lazım. Kəskin dövründə biz prostatiti tamamilə müalicə edib aradan götürə bilirik. Amma iş xronik oldursa, bir xəstəliyin adı xronikdirsə, deməli nə deməkdir? Bu bizim ömrümüzün sonuna qədər bizlə qonşudur. Biz xronik prostatla müalicə edirik. İndiki dövrümüzdə eləyirik, amma bu %100 deyil, %80-ə qədər. Yenə atakları olunur. Soyuq havalar olduğu zaman onlar daha normal insanlardan daha tez xəstəliyə tutulurlar və tez-tez gedirlər və 6 aydan bir mən bütün xəstələrə, xronik prostat olan xəstələrə mütləq müayinədən keçmələrini deyirəm. Yəni. Prostat adenoması ilə prostat xərçəngin arasındakı fərqi də bir balaca. Hə, onları izah edək. Bizim üçün burada ən önəmli bir analiz növümüz var bizim. Bunları bir-birindən ayırmaq üçün biz buna PSA analizi deyirik. Bütün 40 yaşından başlayaraq 41-42 yaşından etibarən bütün kişilərin ildə bir dəfə mütləq və mütləq o PSA analizini vermələri lazım.
harda olursun. Baxın, bizdə bir tək bunu bilməzlər. Xaricdə bir kişini sağladığımızda bir PSA nədir dediyim anda həmən bilər nə olduğunu. Çünki onlar ildə bir dəfə mütləq onu verirlər. Amma bizdə nə qədər desək də fikir vermirlər ona. Xəstəlik oldu, şikayət var, yox, fərq eləmir. 42-43 yaşı keçdiyi anda mütləq vermələri lazım. Və atasında, əmisində, dayısında prostat xərçəngi olan insanlar mütləq 5 ay, 6 aydan bir vermələri lazım. Mütləq və mütləq. Yəni bilin ki, prostat da genetik bir xəstəlik. Ümumiyyətlə xəstəliklərin çoxu genetikdir. Ona görə əgər atasında, əmisində prostat xərçəngi olubsa, mütləq onlar 6 aydan bir, 1 ili gözləməyəcəklər. 6 aydan bir PSA analizini, prostat spesifik antigen dediyimiz analizi vermələri lazım və biz ondan ayıra bilirik. Xronikdirmi, prostatitdirmi və ya prostat adenomasıdırmı, xoş xəstəli adenomasıdır və ya bədxəstəli prostatın şişidirmi? Yüksək olduğu zaman nə edirik? Əlbəttə ki, hər yüksək PSA-da biz bu xərçəngdir deyə bilmirik. Biz nə edirik? O zaman bizə siqnaldır bu. Biz onu əkilməyə veririk. Biopsiya aldırırıq, əkilməyə veririk. Əkilmənin cavabından sonra o xərçəngdirmi, deyilmi, onu ayırd edirik. Doktor, uşaqlarda rast gəlinən uroloji problemlər hansılardır? Ən çox qasıq yırtığı deyirik, bir bu. Hidrosel deyirik, bu 2. Amma ən önəmlisi isə sidik, yəni yumurtalıqların sidik skrotum içərisinə enməməsi. Ən önəmlisi budur. Varikosel diaqnozu qoyulan hər kişi sonsuzluq riski daşıyırmı? Əlbəttə ki, riski daşıyır. Əlbəttə riski daşıyır, amma bu demək deyil ki, varikoseli var, uşağı olmayacaq. Mən hər zaman gələn xəstələrə bunu deyirəm. Deyirəm, biz bu patologiyanı qoyduq. Uşaq məsələsini uşağı verən Allahdır. Əgər qismətimizdə bu varsa, 1% sperma ilə belə neynəcək bizə bu qismət olacaq. Bizim işimiz isə insanlara doğru yol göstərməkdir. Biz o 1%-in düşünmədən, yəni neynəməliyik? Onu artırmaq üçün çalışmamız lazım. Və varikosel varsa, neynir? Bu spermatogenezi tamamilə məhv edir. Və varikosel varsa, mütləq göstərişdir ki, əməliyyat olması lazımdır. Amma yox, evlənib artıq, heç bir ağrısı yox, şikayəti yox. Uşaqları olan birisi, məsələn, deyəlim biz varikoseli var deyə 40-50 yaşında bir adama varikoseldən əməliyyat eləmirik ki. Ciddi bir şəkildə ağrıları yoxdursa, əməliyyat eləmirik əlbəttə ki. Çünki bizə zərər verəcək bir şey deyil, yəni. Bəli, varikosel çox vaxt ağrı vermə ehtimalı var. Biz hər zaman kitablarda bunu yazır. Ağrı başladığı andan əməliyyat olsa belə %20% ağrılar keçmir. Əməliyyat olsa belə. Ona görə uzun müddət varikosel olub, bəzən həkimə deyirlər ki, mənim əməliyyat elədin, amma mənim ağrılarım hələ də qalıb. Qalma ehtimalı var. Kitab yazır, %20% ağrılar keçməyə bilər əməliyyatdan. Düzdür, onun da əməliyyatı var. İndi son zamanlar biz onu da əməliyyat edirik. Orada kort tamamilə soyulub, o sinirlərdən ayırdırıq ki, ağrılar davam eləməsin. Amma bu ikinci əməliyyat gərəkdirir ona görə. Aydındır. Təşəkkür edirik doktor gəldiyiniz üçün. Sağ olun. Çox sağ olun doktor, minnətdarıq. Verilişimizə Kraton Klinikasının sponsorluğu ilə baxırsınız. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Gözəlliyinizi də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri də var. Klinikanın reabilitasiya şöbəsində manual terapevt, fizioterapevt və reabilitoloqlar fəaliyyət göstərirlər. Fərqli tibbi xidmətləri bir mərkəzdə almağınız üçün peşəkar mütəxəssislərdən ibarət fizioterapiya, manual terapiya və reabilitasiya mərkəzləri də xidmətinizdədir. Mərkəzimiz peşəkar tibbi personal ilə yanaşı ən müasir cihazlarla da təmin olunmuşdur. Burada çalışan peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, dietoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Klinika estetik cərrahiyyə, ginekologiya və andrologiyada istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Kraton Klinik sağlamlığınız uğur hekayəmizdir.
Verilişimizə Kraton Klinikasının sponsorluğu ilə baxırsınız. Qonağımız isə həkim endokrinoloq Sevinç Ağaqızıdır. Xoş gəlmisiniz Sevinç xanım. Xoş gəlmisiniz doktor. Necəsiniz? Gördük. Təşəkkür edirəm. Endokrinoloq dedikdə ən çox verilən suallar daha çox tiroidlə bağlı olur. Bəli, endokrinologiya düzdür, geniş bir sahəni əhatə etsə də, daha çox yayılmış xəstəliklər tiroidlə, yəni zobla el arasında zob deyirik, bəli. bağlı xəstəliklərdir və diabetdir. Daha çox bu xəstəliklərlə rastlaşırıq, bununla bağlı müraciət edirlər. Ona görə insanlar endokrinoloqu şəkər və zob həkimi olaraq tanımlayır. Doktor, bəs endokrinoloq daha çox hansı sahələri əhatə eləyir? Endokrinologiya çox genişdir. Demək olar ki, orqanizmin bütün sahələrinə, bütün orqanların fəaliyyətinə təsir edir. Çünki hormonal maddələr bədənimizdə daxili sekresiya vəzləri tərəfindən ifraz olunur. Onlar çox cüzi miqdarda, onların ifrazatında dəyişiklik olduqda, yəni ya çox ifraz olunduqda, ya ifrazı yetərli olmadıqda özünü hər hansı bir patoloji proses kimi, xəstəlik kimi bir üzə verir. Bu qadınlarda menstrual siklin normal tənzimlənməsindən tutmuş, saç tökülməsi, dəri problemləri, ürək ritmi ilə bağlı, yəni orqanizm elə bir sistemi yoxdur ki, endokrinologiya ondan əlaqədar olmasın. Ona görə də endokrinoloji proseslər zamanında müdaxilə olunmadıqda digər xəstəliklərin də ağır gedişatına səbəb ola bilər. Bəli. Xanımlar test edirlər ki, mənim zobum var, Hashimoto'm var. Bunlar bir-birinə nə ilə fərqlənirlər? Zob deyəndə ümumiyyətlə tiroid problemi nəzərdə tutulur. Məsəl üçün deyirlər tənbəl zobum var. Yəni tiroid hormonu yetərli ifraz olunmur. Bu zaman hipotiroidi adıdır. Elmi adı hipotiroididir, lakin insanlar bunu tənbəl zob kimi tanımlayır. Çünki bu zaman insanın metabolizması zəifləyir. Daha geniş ətraflı məlumat verərəm. Ancaq Hashimoto isə tiroid vəzinin autoimmun xəstəliyidir. Bu Yapon aliminin adı ilə Hashimoto adlandırılıb. Bu zaman bədəndə öz toxumasına qarşı, yəni tiroid toxumasına qarşı antitellər ifraz olunur. Zamanla bu antitellər həmin o toxumanın fəaliyyətini korlayır, hüceyrələri zədələyir və bu da sonuc etibarilə gətirib hipotiroidi halinə gətirib çıxardır. Yəni hər zobu olan Hashimoto deyil, hər Hashimotosu olanda hipotiroidi xəstəsi deyil. Çünki Hashimoto xəstəliyinin ilkin mərhələlərində toxuma tam zədələnmədikdə öz funksiyasını yerinə yetirir. Yəni normal yetərli hormon olduğu üçün hipotiroidi halı yoxdur. Lakin antitellərə baxsaq görərik ki, Hashimoto diaqnozunu təsdiqləyirik və bu zaman ultrases müayinəsində də Hashimoto xas xüsusi bir görüntü müşahidə oluna bilər. Adətən qadınlar arasında zob xəstəliyi sanki daha geniş yayılıb. Məsələn, bəzən boğulma olanda və ya artıq çəki almışıqsa və bu çəkini verə bilməyəndə özümüzə diaqnoz qoyuruq ki, mənim zobum var. İlkin olaraq bir insan özündə zobu necə aşkarlaya bilər? Bunun bir çox əlamətləri var. Bu da tiroid xəstəliyinin əsas iki qrupu var. Yəni tiroid hormonunun çox ifrazı ilə bağlı şikayətlər, əlamətlər, zəhərli zob deyilir el arasında buna və tiroid hormonunun az ifraz olunması ya çatışmamazlığı baş verən hal. Bu isə hipotiroidi halıdır. Bunların demək olar ki, şikayətlər bir-birinin əksinədir. Məsələn, hipotiroidi zamanı insanda çəki verə bilmir, köklü olur, halsızlıq, yuxululuq, saç tökülməsi, dəridə quruluq, dırnaqların kövrəlib olması, insanın ümumiyyətlə proseslərin hamısında ləngimə getdiyinə görə zamanla hətta səsinin belə xırıltılı olması, pastoz deyirik. Yəni belə şişkinlik hiss edir, bədənində ödemli hiss edir. Menstrual sikl pozğunluğu ola bilər xanımlarda, həmçinin qəbizlik ola bilər. Bir çox şikayətlər var ki, məsəl üçün ürək ritminin ləngiməsi, yəni artıq o hipotiroidinin ağırlıq dərəcəsinə bağlı daha ağır şikayətlərlə də özünü göstərə bilər. Yəni ilkin mərhələdə bu şikayətlər varsa bir endokrinoloqa müraciət etməkdə fayda var. Əksinə tiroid hormonu daha çox ifraz olunduqda isə bu zaman insanın əsəbi olur, əllərdə əsmə olur, güclü tərləmə olur, çox oyanıq olurlar, yata bilmirlər bu insanlar. Yəni baxanda kənardan biz onu hiss edirik ki, artıq burada hormon yüksəkliyi müşahidə olunur. Bəli. Əksinə burada qəbizlik yox, daha çox ishal müşahidə oluna bilər. Yəni tiroid problemləri iki cür olur. Bir struktur dəyişikliyi ilə bağlı olan problemlər. Məsələn, düyünlərin olması və yaxud da diffuz böyüməsi. Məsələn, ola bilər ki, pasient müraciət edib
Palpasiya vaxtı həkim orada bir düyün hiss edir, lakin bunu təsdiqləmək üçün ultrasəs müayinəsinə mütləq göndəririk. Ultrasəs müayinəsi bunu təsdiqləyir, lakin hormon testlərində hormon normalda çıxır. Bu zaman struktur pozğunluğudur. Yəni quruluşda problem var, lakin öz işini görür toxuma. Bu zaman sadəcə o düyünü, əgər düyün varsa onu izləyirik. Onun da xarakterinə uyğun olaraq izləmə intervallarını doktor, yəni individual olaraq təyin edir. Yox, məsəl üçün diffuz böyümədirsə yenə də izləyirik. Lakin hormonal problem varsa o zaman dərman təyin edirik. Yəni deməyim odur ki, ola bilsin ki, struktur problemi var, lakin öz işini, funksiyasını yerinə yetirir. Bəzən isə olur ki, öz funksiyasını yerinə yetirmir, ancaq UZI-də tam sağlam görüntü görə bilərik. Yəni bunlar bir-birindən asılı olmayan bir hallardır, lakin çox zaman bir 50-60% hallarda paralel gedir. Aydındır. Qalxana bənzər vəzin böyüməsi ilə düyünlü zobun arasındakı fərq nədir? Qalxana bənzər vəzin böyüməsi diffuz formada. Yəni bütün toxumanın hər bir nahiyəsi həmin vəz bütövlükdə böyüyür, öz ölçüsünü artırmış olur. Yetəri qədər yod olmayan regionlarda, endemik zonalarda daha çox rast gəlinir. Torpaqda, suda yodun miqdarı az olduğu üçün bu insanlarda həmin toxuma sanki kompensator olaraq böyüyür, daha çox çalışmağa çalışır ki, orqanizmə lazım olan qədər hormon ifraz etsin və bu da onun hipertrofiyasına, böyüməsinə gətirib çıxardır. Buna diffuz zob deyirik. Düyün isə həmin sağlam toxumanın içində müəyyən nahiyələrin toxumanın digər hissəsindən fərqlənən bir hüceyrə qruplaşmasıdır. Əgər düyün varsa, məsələn, pasiyentlər deyir ki, doktor, neynəsək əriyər. Yox, əgər düyün artıq formalaşıbsa, tiroid düyünü ərimir. Lakin kistik orada görüntü müşahidə olunursa, zamanla onun içərisində maye olduğuna görə onlar sorular və o kiçilə bilər. Dərman terapiyası nə qədər effektlidir və cərrahiyyə nə vaxt tələb olunur? Dərman terapiyası yenə də dediyim kimi, əgər hormon çatmırsa, onu yerinə qoyuruq. Normal fizioloji tələbata uyğun olaraq, yaşına görə, pasiyentin yaşına, cinsiyyətinə, yanaşı xəstəliklərini, hər bir şey nəzərə alaraq təyin olunur. Xüsusilə də çəki nəzərə alınır burada, çünki ona görə hesablanılır. Əgər hormon ifrazı yüksəkdirsə, triostatik preparatlar, yəni hormon səviyyəsini tənzimləmək üçün, azaltmaq üçün onlar təyin olunur. Cərrahiyyə isə artıq biz duruma görə qərar veririk. Əgər düyün təsbit olunubsa, ultrasəs müayinəsi nəticəsində biz o düyündə şübhəli bir düyündürsə, şübhəli əlamətləri var və ölçüsü 1 sm-in üzərindədirsə, biz onun incə iynə biopsiyası tələb edirik. İncə iynə aspirasiyon biopsiyanın nəticəsinə əsasən, əgər benin gələrsə, yəni xoş xəstəlik gələrsə, düyünü izləməyə buraxırıq. Müəyyən intervallarla, bu da pasiyentə görə və düyünün xarakteristikasına görə doktor tərəfindən təyin olunur. Elə pasiyent var, biz ona 2 ay sonra təkrar ultrasəs müayinəsi, neçə ay sonra müəyyən ola bilsin ki, təkrar biopsiya məsləhət görülür. Yəni nəticəyə görə qərar verilir. Əgər orada malin, yəni bəd xəstəli bir hüceyrə aşkarlanıbsa, dərhal cərrahi müdaxilə tələb olunur və o artıq oradakı nəticəyə əsasən cərrahi əməliyyat planlanılır və cərrahi əməliyyatdan sonra yenidən tiroid hormonu təyin olunaraq pasiyent izlənilir. Yəni cərrahiyyənin digər bir göstərişdə diffuz dediyimiz kimi diffuz böyümələr olur ki, bunlar nəfəs borusuna baskı edirlər, insan boğulur, udqunanda ona mane olur və yaxud estetik psixoloji problem yaradırsa, bu zamanda cərrahiyyə tövsiyə oluna bilər. Doktor, bəs uşaqlarda tiroid pozğunluğu əmələ gələrsə hansı problemlərə yol aça bilər? Daha dərin problemlərə yol aça bilər. Çünki onlar inkişafda olan bir orqanizmadır. Daha çox əgər hipotiroidi haldısa, hormon çatışmazlığı varsa, uşağın məsələn boyunda inkişafında ləngimə ola bilər, əlqili inkişafında ləngimə ola bilər, koqnitiv qabiliyyətlərinin, dərs öyrənməsinin, yaddaşına, ümumiyyətlə, yəni bu da yenə də yetərsizliyin səviyyəsinə bağlı özünü klinikada göstərir. Yəni inkişaf etdikcə də hormon tələbatı artır axı uşaqda. Bu zamanda müdaxilə olunmazsa proseslər daha da dərinləşə bilər. Buna görə uşaq orqanizmasında bunun əgər bir müəyyən əlamətlər görübsə valideyn mütləq uşaq endokrinoloquna müraciət etməlidir. Doktor, bəs tənbəl zobun səbəbləri nədir? Tənbəl zobun ən geniş yayılmış səbəbi bayaq qeyd etdiyimiz Hashimoto xəstəliyidir. Yəni onun nəticəsində gətirib çıxardır tənbəl zoba. İkinci
yod çatışmamazlığıdır. Bu da bir neçə səbəbdən olur. Bunun məsəl üçün endemik zonada yaşayan insanlarda olur. Həmin regionda torpaqda, suda yod olmadığı üçün yod çatışmamazlığına bağlı hipotiroidi ortaya çıxa bilər. Bizdə var hansı bölgələrdə? Azərbaycanda daha çox Quba, Qusar, Zaqatala, Qax bu bölgələrdədir. Amma region olaraq Azərbaycan özü də endemik bir regiona daxildir. Yəni biz yodu ən çox duzla qəbul edirik, yodlaşdırılmış duzlarla qəbul edirik. Yəni suyun tərkibində torpaqda zaten ərazi olaraq bizdə azdır. Bir də ki, təzyiq xəstələrindən məsəl üçün duz istifadəsini məhdudlaşdırılmağa məsləhət görür daha çox kardioloqlar. Ümumiyyətlə, əgər təzyiqli bir pasientdirsə, biz ona duz istifadəsini azaltmağa məsləhət görürük. Bu zaman paralel olaraq yod qəbulu da azalmış olur. Bu da uzun müddət sürərsə gətirib yod çatışmamazlığına və hipotiroidi halına gətirib çıxarda bilər. Sonra autoimmun tiroidit keçirdikdə pasient, yəni ki, tiroid vəzinin iltihabı halı keçirdikdə, bu da nəticədə toxuma zədələnir, yenə hipotiroidi olur. Bir də baş bölgəsində, boyun bölgəsində radioterapiya məruz qaldıqda tiroid toxuması çox həssasdır radioterapiya. Bu zaman o zədələnir, yenə də hipotiroidi halına, tənbəlzəyə səbəb ola bilər. Əsrimizin baş bəlası olan şəkərə keçək. Nəyə görə bu qədər gəncləşir? Bunun əsas səbəbi bizim yaşam tərzimizin dəyişikliyidir və çox rahat mənimsənən təmizlənmiş karbohidratlarından zəngin qidaların qəbuludur. Birincisi, yəni biz gün içində çox oturaq həyat tərzinə keçmişik. Əvvəldə olduğu kimi insanlar aktiv deyil. Bütün günü ya məktəbdə oturaq həyatı, ya iş yerlərində, ofislərdə, evdən çıxanda, oradan çıxdıqda da maşınla evə gəlirlər. Yəni demək olar ki, fiziki aktivlik çox azalıbdır. Bununla paralel də əvvəl daha hərəkətli olub normal qidalanırdıq. İndi daha çox qidalanırıq və hərəkətsizlik. Ona görə də yediyimiz qidaların da tərkibində təmizlənmiş karbohidratlar, glukoza çox miqdardadır. Bu da orqanizmdə depolanmağa başlayır və zamanla o insulin dirəncinə səbəb olur. İnsulin dirənci fonunda düzgün müdaxilə olunması zamanla diabetə gətirib çıxardır. Yəni sırf gəncləşməsinin əsas səbəbi həyat tərzimizdir. Və ancaq ikinci tip şəkərli diabetdə genetik yatqınlığın da rolu vardır. Yəni ancaq bir insanın genetikasında ola bilsin ki, valideynlərində ikinci tip şəkərli diabet var, lakin o çox sağlam həyat tərzi sürür, bunu nəzərə alaraqdan idman edir, aktiv həyat tərzi sürür, qidalanmasına fikir verir, onda ortaya çıxmayacaq. Yəni genetikada var, siz artıq epigenetika deyə bir elm var. Yəni siz öz orqanizmanızı, öz hüceyrələrinizə təsir edirsiniz. Bəzən stressdən də yarana bilir şəkər. Məsələn, insan deyir ki, bərk stres keçirdim, əsəbləşdim və onun ardınca şəkər oldum. Bu doğrudurmu, yoxsa? Yox, belə olur ki, bu hal hər bir insanın genetikasında zəif zəncirlər, bəndləri var, hansı ki, bu xəstəliklərə səbəb ola bilər. Və eyni stres fonunda, eyni situasiyaya iki insan düşdükdə, hərəsinin genetikasında hansı xəstəliyə meyillilik varsa, onun ortaya çıxma ehtimalı çox olur. Bizdə də bu ikinci tip şəkərli diabet genetik yatqınlıqla keçən bir haldır. Ancaq bunun üçün ətraf mühit, şərait olmasa, yenə dediyim kimi sağlam həyat tərzi, qidalanma fikir, stressdən uzaq bir mühitdə o adamda ortaya çıxmayacaq. Lakin stres anında o çıxacaq, çünki genetikasında ona meyillilik var. Başqa bir insanda şəkərli diabet geni, yəni xəstəlikli bir gen yoxdursa, digər məsəl üçün psixoloji problemlərlə bağlı genetikasında bir problem varsa, artıq orada sarsılma o istiqamətdə olacaq. Yəni bu genetik meyillilik sanki bizə verilmiş bir problemli bir gendir. Biz onu idarə etmək biraz bizim əlimizdədir. Daha çox bilinən əlamətlər hansılardır? Bizə ən çox müraciət edən xəstələrin, şəkərlə bağlı müraciət edən xəstələrin elə ən çox dediyi şikayətlər ağızda quruluq, susuzluq, gün içində çox su tələbatı, gecələr sidiyə qalxmaq, gün içində tez-tez sidiyi ifraz, ayaqlarda, əllərdə uyuşma, keymə, gizilti hissi, yuxu problemləri, iştahla bağlı problemlər və yaxud da ki, ən çox və bizim diqqətimizi çox çəkən son zamanlarda sürətli çəki itkisinin olması və yaxud da çəki alımının olması, bunlar da şəkər yönündə bizi düşündürür və çox vaxt analizlər bunu təsdiqləyir ki, şəkərlə bağlı problem var. Doktor, insulinə keçid hansı hallarda qaçılmaz olur? Şəkərli diabetin müalicəsində birinci tip şəkər
şəkərli diabetdirsə, bu zaman mədə-altı vəzi normalda bizim hamımızda insulin ifraz edən bir vəzdir və bu əgər birinci tip şəkərli diabetlərdə artıq bu vəz öz funksiyasını tamamilə itirmiş olur. Və ona görə də biz həmin o formada insulin terapiya təyin edirik. Yəni fizioloji bizim insulin ifrazına uyğun olaraq bazal bolus insulin terapiyası, yəni gündə 3 dəfə yeməkdən öncə və bazal insulin təyin olunur və bu qaçınılmaz təsdiqlənibsə birinci tip diabet diaqnozu mütləq insulin terapiyası olunur. İkinci tip şəkərli diabetlərdə isə dərman terapiyası başlanılır öncədən, lap ilkin mərhələdə, yəni pasiyentə görə seçilir. Dieta təyin olunur, aktiv həyat tərzi təyin olunur və bir dənə məsələn monoterapiya, bir dərman təyin olunur. Bununla ola bilsin ki, insan çox disiplinli pasiyentdir, bunlara riayət edir və öz şəkərini tənzimləyir. Yox, zamanla görürük ki, yaş məsələsi var, yanaşı gedən xəstəliklərdir, həyat tərzini dəyişə bilmir. Artıq ikinci, üçüncü şəkər preparatlarını kombinə olmuş şəkildə müalicəni aparırıq. Qadınlarda testosteronun artmasının səbəbi nədir? Qadın orqanizmasında da bildiyimiz kimi kişi orqanizmasında da onlarda estrogen var, bizdə də testosteron var, lakin bu bəlli bir miqdardadır. Bu miqdarın üzərinə çıxdıqda artıq biz problemlə rastlaşırıq. Ən çox yayılmış qadınlarda testosteron yüksəkliyinə səbəb olan hal PCOS deyilən polikistik over sindromu, yəni yumurtalıqların polikistozu dediyimiz bir haldır. Bu da qadınlar arasında çox yayılıb. Bunun əsas göstəricilərindən biri qanda kişi hormon səviyyəsinin artmasıdır. Və bunun nəticəsində qadınlarda kişi tipli tüklənmə müşahidə olunur. Yəni normalda qadın orqanizmasında həmin nahiyələrdə tük olmur, lakin onun artıqlığına görə həmin nahiyələrdə tüklərin olması, sonra saçın yağlı olması, üzdə sivilcələrin olması, kişi tipli keçəllik, yəni gicgah alın nahiyəsində saç tökülməsinin müşahidə olunması, səsin qalınlaşması, menstrual siklin pozulması, yəni bu kimi çox dərin proseslərə səbəb ola bilər qadınlarda testosteron yüksəkliyi. Doktor, hormon pozuntuları arıqlamağa mane ola bilərmi? Bəli, arıqlama problemi varsa, bir insan nə qədər dieta saxlayır, idman edir, yenə də arıqlaya bilmirsə, deməli burada bir hormonal səbəb var. Bu araşdırılmalıdır mütləq. Daha çox insulin direncinə və yaxud da hipotiroidiyə bağlı olaraq bu problemlə rastlaşırlar. Lakin prolaktin yüksəkliyi məsələn bu da çəkinin itirilməyə mane olur. D vitamini əksikliyi belə metabolizmanın ləng getməsinə, yəni çəki verməyə mane ola bilər. Yəni bu problem varsa mütləq bir hormonal testlərin olunmasında fayda vardır. Son zamanlar bu arıqlamaq üçün iynələrdən istifadə edirlər və çoxu da deyir ki, endokrinoloqun nəzarətində. Bax, istərdim ki, bunun yaxşı və pis tərəflərindən danışaq. Ümumiyyətlə, yaxşı tərəfləri varmı bunun? Əslində Hollywoodda bu dəb aldı. Bilirsiniz ki, Hollywood ulduzları bu iynələr vasitəsilə arıqladı. Ondan sonra da dünyaya yayıldı. Demək olar ki, bütün hər kəs deməyim, amma əksəriyyət xüsusilə trend olduğu üçün hər kəs bu iynələri reklam edir və bu iynələrin faydasından danışır. Bəs Zümrüd xanım demiş ki, zərərləri nədir? İlk öncə onu qeyd eləmək istəyirəm ki, yəni bunlar sınaqlardan keçmiş, Ümumdünya Səhiyyə Təşkilatının dəstəklədiyi və şəkər müalicəsində, piyələnmə müalicəsində protokollara salınmış dərman vasitələridir. Lakin problem nədir? İnsanlar öz yanlarına bunu təyin edirlər. Bu zaman problemlərlə rastlaşa bilər. Endokrinoloq nəzarətində təyin olunubsa, orqanizmin xüsusiyyətləri, xəstəlikləri, yanaşı vəziyyətləri, yaşı, cinsi, hər bir şey nəzərə alınıb o formada təyin olunur və dozalama məsələsi var, titrlənir. Bu çox kiçik dozalardan başlayıb sonra artırırıq dozasını. Yəni düzgün istifadə olunarsa çox gözəl effektlər verir. Biz də piyələnməsi olan pasiyentlərimizə təyin edirik. Təbii ki, pasiyent uyğundursa çox gözəl də nəticələr əldə edirik və zamanı istədiyimiz çəkiyə gəlib çıxdıqda pasiyent zamanla onu kəsib bitiririk müalicəni. Yəni sadəcə nəzarətdə saxlayırıq. Demək olar bütün dərmanların yan təsirləri var. Bu dərmanların yan təsiri biraz ürək bulanma əlamətləri, mədə-bağırsaqla bağlı şikayətlər verə bilər.
Bunu da kiçik dozalarla başlayıb o dozaya bədən öyrəşdikdən sonra dozanı artıraraq tənzimləyə bilirik. Sadəcə olaraq hər adama olmaz. Çünki köklüyün də artıq çəkinin də bir həddi dərəcələri var təbii ki. Artıq çəkinin müəyyən dərəcəsində həmin o iynələrin eləsi var ki, diabeti olub həm də piylənməsi olan pasientlərə təyin edirik. Eləsi var sırf piylənməsi olan pasientə də təyin edə bilərik. Hansı çəkidən sonra artıq bu piylənmə hesab olunur? Əsas göstəricisi bədən kütlə indeksi dediyimiz biz göstərici var. Bu bədən çəkisinin hündürlüyünün kvadratına bölünərək tapılır. Bu bədən kütlə indeksi əgər 18 hesabladıqda 18-in altındadırsa bu zəifdir. 18-25 arası normaldır. 25-30 arası artıq çəki qrupudur. 30-40 arası da piylənmə hesab olunur. Piylənmənin özünün dərəcələri, yəni biz bu göstərici əsasən çəkinin dərəcələndiririk, qruplaşdırırıq. Piylənmə özünün də dərəcələri var. Bu birinci dərəcə, o 30-35 arası, 35-40 arası ikinci dərəcə, artıq 40-ın üzərində olduqda morbid obez deyilik, yəni aşırı piylənməsi olan xəstələrdir. Bunları artıq bariatrik cərrahiyyəyə yönəldirik çox vaxt. Çünki dərmanla, diyeta ilə uzun müddət uğurlu nəticə əldə etmək olur. Zərər vermə ehtimalı daha çox ola bilər. O dərmanların təsir mexanizmasına istəyirsiniz bir qısa məlumat verim. Onlar beyində acılıq-toxluq mərkəzinə təsir edərək toxluq mərkəzini aktivləşdirilir. Acılıq mərkəzi blok olunduğu üçün qida tələbatı azalır. Az qida qəbul etmək istəyir. Paralel olaraq qidanın mədədən bağırsaqlara keçişini ləngidir. Bu zaman yenə də insan daha uzun müddət tox hiss edir özünü. Həmçinin hüceyrə səviyyəsində də insulinə həssaslığı artırır. Təşəkkür edirəm gəldiyiniz üçün. Minnətdarıq. Suallarımızı cavablandırırsınız. Mən təşəkkür edirəm dəvətinizə. Çox sağ olun Sevinç xanım. Beləcə verilişimizin sonuna gəlib çatdıq. Bizə baxın ki, həkim nə deyir sualına cavab tapasınız və həkiminizi də yaxşı tanıyasınız. Verilişimizin qonağı həkim endokrinoloq Sevinç Ağaqızı idi. Bizi Instagram, TikTok və Facebookda da izləyə bilərsiniz. Həkim nə deyir? Verilişimizin də baş sponsoru Kraton Klinikasıdır. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Gözəlliyinizi də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri də var. Klinikanın reabilitasiya şöbəsində manual terapevt, fizioterapevt və reabilitoloqlar fəaliyyət göstərirlər. Fərqli tibbi xidmətləri bir mərkəzdə almağınız üçün peşəkar mütəxəssislərdən ibarət fizioterapiya, manual terapiya və reabilitasiya mərkəzləri də xidmətinizdədir. Mərkəzimiz peşəkar tibbi personal ilə yanaşı ən müasir cihazlarla da təmin olunmuşdur. Burada çalışan peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Klinika estetik cərrahiyyə, ginekologiya və andrologiyada istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Kraton Klinik sağlamlığınız uğur hekayəmizdir.